İntensiv yağan yağışlar paytaxt Bakıda müxtəlif fəsadlar yaradıb. Buna baxmayaraq aidiyyatı qurumların operativ müdaxiləsi nəticəsində normadan artıq yağan yağışın ciddi problemlər yaratmasının qarşısı alınıb. Bir xəbər media xəbər verir ki, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazidə fasiləsiz və intensiv iş rejimi təşkil olunub. Birliyin kollektivi gündüz və gecə saatlarında yüksək məsuliyyət və peşəkarlıq nümayiş etdirərək yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün səfərbər olub. Xüsusilə Ziya Bünyadov prospekti, Arif Heydərov küçəsi, Təbriz küçəsi ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsi, Xatay prospekti, Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, eləcə də Məmməd Sənani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi və Fətəli xan Xoyski prospekti kimi mühüm nəqliyyat arteriyalarında işlərin daha yüksək intensivliklə aparıldığı müşahidə olunub. Bu ünvanlarda texniki vasitələrin cəlb edilməsi, canlı qüvvələrin düzgün bölüşdürülməsi və iş prosesinin fasiləsiz təşkili diqqəti xüsusilə cəlb edib. Görülən işlərin əsas istiqaməti yağış sularının maneəsiz axınının təmin edilməsi olub. Bu məqsədlə kanalizasiya xətlərinin açılması və təmizlənməsi, yağış barmaqlıqlarının palçıq və tullantılardan azad edilməsi, suyun yollarda yığılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlər həyata keçirilib. Nəticədə bir çox ərazilərdə su basma hallarının operativ şəkildə aradan qaldırıldığı və nəqliyyatın hərəkətində ciddi problemlərin yaranmasına imkan verilmədiyi müşahidə edilib.